Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-sində Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Dövlət başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, Körpələr evi uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər. Sarıcalı kəndi 1-ci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ilin iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi. Burada evlərlə yanaşı məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində ordumuzun şanlı qələbəsindən sonra üsttərəfli bəyanata əsasən Ağdam rayonu noyabrın 20-sində Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada Azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci ilin oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Sarıcalı kəndi 1873 nəfər əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb. Təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub, icma və mədəniyyət mərkəzi tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənd daxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.